Hamıya salam. Bugün nəhayət ki 11-ci siniflər üçün o söz verdiyim videonu çəkirəm. Bilirəm, indi bütün müəllimlər sizi əlavələrə çağırırlar və çox yorulursunuz, amma sizə qarantiya verirəm, bu yorğunluq çox tez keçəcək və keçək təkrar proqramına. Mən özüm üçün düz 2 aylıq proqram qurmuşdum, yəni təkrar proqramı. Bu yanvar ayının 6-sından fevral ayının son həftəsinə qədər davam edirdi. Yəni bizim imtahan martın 2-si. Mən martın 1-ini falan hesab eləməmişdim. Sadəcə fevral ayının son həftəsinə kimi hesab eləmişdim onu, yəni təkrar proqramı. Çünki imtahandan 2 gün falan qabaq yeni bir şey öyrənməyin mənası yoxdur. Yalnız təkrar və sınavlar işləmək lazımdır. Bu il çox güman martın 1-i olacaq imtahan. Fevralın 22-si də deyirlər, amma mən inanmıram. Elə 90% deyək, hətta 99% deyək, martın 1-i olar imtahan. Yenə də siz imtahan tarixləri dəqiq müəyyənləşdikdən sonra başlayarsınız o proqramı qurmaq üçün. Yəni sırf 8 həftəlik proqram olsun da, hardan başlayacağınızı müəyyən edin. Əgər fevralın 22-si olacaqsa imtahan, siz onu yanvar ayından yox, hətta dekabr ayının son həftəsi falan o vaxtdan başlaya bilərsiniz təkrar proqramına. Niyə sırf 1 ya da 2 yanvar başlamadım, bu sırf 6 yanvar başladım? Çünki İstəyirdim biraz istirahət edeyim. Çünki həqiqətən çox yorulur insan və istirahət eləməyi istəyir. Amma yəni bu istirahət də bizdə alınmır. Çünki istər-istəməz vicdan hissi olur da sizdə. Ayda siz dərs eləməmisiniz, bütün gün oturmusunuz, bekarsınız falan. O hiss də yaranır və bəziləri karnaval falan keçirdir. Ona da hazırlaşmaq falan olur. Bilirdim ki, artıq bu yeni ildən sonra, yəni yeni həftədə çox yorucu günlər başlayacaq və maksimum dərəcədə yeni ildən istifadə eləyirdim, istirahət eləyirdim. Çünki artıq bilirdim ki, 6 yanvardan etibarən o istirahətlərin heç birini eləyə bilməyəcəyəm. İndi sizə dəqiq başa salacağam ki, necə bu təkrar proqramını quraq və sizə bir nümunə kimi də göstərəcəm. İlk olaraq həftəlik proqram quracaqsınız, yəni 8 həftəlik, yəni 1 ay 4 həftə olduğundan 8 həftəlik proqram quracaqsınız. Misal kimi deyirəm, yanvarın 5-dən əgər başlasanız, yanvarın 5-i ingilis dili təkrar günü olsun. Belə müəyyənləşdirək və digər fən də ola bilər, amma yanvarın 5-i siz artıq mövzuları başlayırsınız təkrarlamağa əvvəlcədən. İlk mövzumuz deyəsən ingilis dilindən noun idi, dəqiq yadımda deyil. Daha sonra nounlardan, topludan işləmək, 3 dənə listening, 2 dənə essay, 2 dənə mətn. Essay onsuz mətnin içindədir deyə onu ayrı da yazmaya bilərsən. Yəni 2 dənə mətn ilə 2 dənə essay gedirdi onun içində. Belə, yəni məsələn, artıq 5 yanvar ingilis dili günüdür. Yəni birinci gün ingilis dili təkrar günüdür. Yəni belə başlayırsınız. Və əgər buraxılış fənləri haqqında hər hansı bir sualınız varsa, ayrı video çəkmişəm. Buradan girib baxa bilərsiniz. Yəni, indidən deyim, hədər yerə o proqrama hər gün 100 dənə, 200 dənə test yazmayın ki, görəcəksiniz də, yəni həftənin axırında görəcəksiniz ki, çatdırmamısınız və çox əsəbləşəcəksiniz. Çünki məndə elə olurdu. Arada mən yazırdım 100 dənə, 150 dənə test, hələ proqrama başlamamışdan qabaq cədvəl quran vaxtı. 100 dənə, 150 dənə test deyirəm ki, yox da mən çatdırmıram da. Axır həftənin axırı gəlirdi və görürdüm ki, çox şey çatdıra bilməmişəm, yerinə yetirə bilməmişəm və adam əsəbləşirdi. Bacara biləcəyiniz qədər yazın. Ən azı əlavə 50 dənə test işləyin. Çatdırırsınızsa lap yaxşı, amma əgər çatdırmayacağınızı bilirsinizsə, məsələn, müəllimlər sizə əlavəyə falan çağırırsa, onu yəni təbii olaraq çatdıra bilməyəcəksiniz, amma ən azından 50 dənə test işləyin günə. Amma əgər çatdıra bilirsinizsə, topludan mövzulara aid bütün testləri işləyin. Məsələn, əgər nounlar deyəsən bir neçə yerə bölünürdü və bəlkə də ümumi 200 neçə test olardı. Onları belə option işləyə bilərsiniz. Amma əgər ümumiyyətlə çatdırmırsınızsa, axırlardan, deməli, bütün testlərin axırlarından 50-40 dənə test işləyə bilərsiniz. Çünki axırları daha çətin olur, yəni əvvəllərinə nisbətən. Çünki mən blok imtahanında belə eləyirdim. Yəni siz buraxışda da belə eləyə bilərsiniz, fərqi yoxdur. Məncə belə daha yaxşı olar. Amma yenə də deyirəm, ümumi hamısını işləyə bilsəniz çox gözəl olar. Daha sonra yanvarın 6-sı Azərbaycan dili və yaxud da rus dili təkrar günü. İlk mövzu həm rus dilində, həm də Azərbaycan dilində fonetikadır. Məsələn, siz yaza bilərsiniz ki, 6 yanvar fonetikanı mövzusunu təkrar eləyirsiniz və bilmirəm 50 dənə falan test ya da topludan fonetikanın bütün testlərini işləmək ya da ki, axırdan 50 dənə test işləyə bilərsiniz. Və 2-3 dənə mətn, onu siz özünüz müəyyənləşdirin. Ən azı 2 dənə mətn. Əgər çatdıracaqsınızsa 3 dənə də mətn işləyə bilərsiniz. Yəni yenə də bu sizə bağlıdır. Bundan çox şey edirəm, hərəkət edirəm.
Yəni bu proqramı niyə indidən sizə deyirəm? Çünki hələ imtahana 2 ay qalmayıb, amma yenə də məncə siz bunu əvvəlcədən hazır eləsəz daha yaxşı olar, daha rahat olar sizin üçün. Çünki mən dekabr ayının deyəsən əvvəllərindən falan bunu hazır eləmişdim və artıq yanvar ayından özümü, yəni başımı yormurdum da bir günləri neçə yerə bölüm falan filan. Ona görə məncə indidən bunu hazır qoyun ki, əlavə vaxtınız getməsin. Və mövzuları elə bölün ki, imtahana artıq 2 həftə ya da deyirəm maksimum 1 həftə qala bütün mövzuları təkrar eləmiş olasınız və əlavə digər təkrarlara ya da brief təkrarlara vaxtınız qalsın. Yəni axırda yəni 1 həftə qalmış üzdən baxıb təkrarlaya bilərsiniz həm də. Və çalışın hər dəfə mövzunu təkrar eləyəndə özünüz üçün qeyd aparın ki, imtahana 2-3 gün qala o qeydlərdən oxuyasın. Yəni kitabı belə çevirib axtarmaqdansa o qeydlər, balaca qeydləri yazın, ən əsas yerlərini falan və mövzuları rahat bölmək üçün qayda kitablarının əvvəllərində ya da axırlarında olur. Mövzuların bir-bir adları və yanında səhifələri olur. O səhifədən siz baxıb mövzuları bölə bilərsiniz. Düzgün ardıcıllıqla falan yaza bilərsiniz. Yəni əvvəl necə öyrənmisiniz, elə yaza bilərsiniz. Və yanvarın 7-si riyaziyyat təkrar günü. Riyaziyyatın ilk mövzusunu yazırsınız. Sonra topludan mövzuya aid testlər işləyirsiniz. Mən hətta video izahlarına baxmağı da proqrama əlavə eləmişdim. Bunu buraxılış imtahanı haqqında ayrı video çəkmişəm, orada danışmışam. Nizat Bağışlayardan videolarına baxa bilərsiniz. Yəni öyrəndiyiniz mövzu nədirsə, o mövzuya aid Nizat Bağışlayardan yəqin ki videoları var. Onlara da baxıb, yəni bildiklərinizi daha da təkmilləşdirə bilərsiniz və beləcə də davam edirsiniz. Hər həftəni bölürsüz fənlərə. Məsələn, 1-ci və 4-cü günlər ingilis dili təkrar günü, 2-ci və 5-ci günlər Azərbaycan dili və yaxud da rus dili təkrar günü, 3-cü və 6-cı günləri isə riyaziyyat günü kimi müəyyənləşdirə bilərsiniz. Beləliklə həftədə 2 dəfə hər fəni təkrarlamış olacaqsınız. Plus da ki, sizə bonus kimi 7-ci gün əlavə, yəni heç bir şey eləmədən qalırsınız. Təbii ki, bu gündə heç bir şey eləmədən qalmayacaqsınız. Bir həftə ərzində çatdıra bilməsəniz və 7-ci gün artıq son gün deadline kimi onlara çatdıra bilməsəniz və gələn həftəyə keçəndə keçən həftəki sizin mövzularınız qalır, amma gələn həftədə yeni mövzularınız var. Ona görə burada bir balans pozulacaq və siz həmişə nəyisə çatdırmayacaqsınız. Çünki vaxtı üçün bir şeyi axıra kimi çatdıra bilməmisiniz. Və əgər 6-cı gün bütün mövzuları çatdırmısınızsa və 7-ci gün tamamilə boşsunuzsa, yəni sadəcə hazırlığa falan gedirsinizsə, sınavlara gedə bilərsiniz, evdə sınavlar işləyə bilərsiniz. Mütləq sınavlardan gəldikdən sonra sınavların video izahları falan çıxır və siz oradan da yoxlaya bilərsiniz sizin cavablarınızı. Əgər sizin hər hansısa bir səhviniz varsa, onu elə sınaq kağızına qeyd eləyin. Yəni o buraxılış vərəqinə qeyd eləyin ki, siz gələn dəfə o səhvi eləməyəsiniz. Çünki inanın mənə, hal-hazırda, yəni bu dönəmdə 2-3 ay qalmış imtahana siz nə səhv elədiniz, o səhv də sizin imtahanda qabağınıza çıxacaq. Yəni səhvlərinizi öyrənin, niyə səhv eləmisiniz və çalışın o səhvləri aradan qaldırın mütləq bir şəkildə. Ümid edirəm cədvəl haqqında hər şeyi aydın izah eləyə bildim. Biriniz əgər o cədvəli hazırlasa, nümunə kimi mənə atar. Kanal bölməsində Telegram hesabım var. Ora ata bilərsiniz mənə. Mən də onu nümunə kimi paylaşa bilərəm ki, digərləri də yararlansın. Çox gözəl olardı belə. Bəlkə də bu hazırlıq dönəmlərində ən vacib anlardan biri elə imtahana 2-3 ay qalan vaxtlardır. Çünki bu vaxt ərzində siz nə təkrarlasanız, hamısı sizin yaxşı yadınızda qalacaq. Çünki baxmayın da, indi siz sentyabrın ya da avqustdan başlamısınız artıq 11-ci sinifə və həmin andan siz mövzuları başlamısınız öyrənməyə. Və sentyabrda oxuduğunuz şey sizin yadınızdan çıxa bilər. Yəni öyrəndiyiniz şey əslində o qədər də tam yaddan çıxmır. Sadəcə onu təkrar eləməsəniz, bəzi məqamlar, hətta ən vacib məqamlar yaddan çıxa bilər. Ona görə də 2-3 ay qabaq təkrar eləmək lazımdır və bu 2-3 ay qabaq təkrar eləsəniz, əmin olun mənə heç bir şey artıq yadınızdan çıxmayacaq. Və bəlkə də hər videomda deyəcəm, DİM-in keçirdiyi sınav imtahanlarına mütləq gedin. Əgər gedə bilmirsinizsə də onun PDF-ini tapın və işləyin. PDF-in Telegram kanallarında paylaşırlar. Sadəcə orada yazılı versiya olur, yəni artıq cavablar işlənilib üstündə və onu belə PDF-ini atırlar. Siz çalışın oradan köçürtməyin, özünüz işləyin, öz beyninizlə işləyin. Zaten bunun sizə xeyri olmayacaq. Bunu bəziləri səhv salmışdı, demişlər ki, yəni keçən ilki buraxılış imtahanlarını işləyək, onu deyirsiniz. Xeyr, o deyil. Sadəcə DİM
deməli buraxılış imtahanından qabaq cəmi bir dəfə sınaq imtahanı keçirir. Onları niyə tövsiyə edirəm? Çünki onlar daha çox yaxın olur da imtahan suallarına. Ona görə onları işləməniz daha yaxşı olacaq. Və ən çox verilən suallardan biri də buraxılış dövründə bloku necə çatdıraq, necə təkrarlayaq? Yəni təkrarlamayın. Onsuz hazırlıqlara gedəcəksiniz. Yəni təkrarlamaya ehtiyac yoxdur, əlavə işləməyə ehtiyac yoxdur blokdan. Çünki onu buraxılış imtahanından sonraya saxlayırsınız. Çoxu soruşmuşdu. Demişdi ki, buraxılış imtahanına 2 ay qala olar ki, mən blok imtahanının fənlərini heç bir şey işləməyim. Blok fənlərinə hazırlığa getməyim, dayandırım. Belə bir şey eləməyin. Maksimum deyirəm, buraxılış imtahanından 3 həftə qabaq dayandıra bilərsiniz blok fənlərin. Zaten müəllimlər sizə icazə verəcək ki, sırf buraxılışa hazırlaşasınız. Hətta bizdə buraxılış imtahanından 1 ay qabaq biz tarix müəllimimizdən icazə almışdıq ki, bizə 1 ay fasilə versin ki, biz buraxılış imtahanına ancaq fokuslanaq. Sonra gəldik, buraxılış imtahanını vermişdik, gəlmişik və heç bir şey yadımızda qalmayıbdı. Uşaqlar, siz təsəvvür edin ki, 1 ay ərzində mən tarix kitabının üzünü belə açmamışdım. Hətta toz basmışdı o kitab və heç bir şey yadda qalmır. Tarix elə bir fəndir ki, onu təkrar eləməsəniz yadınızda qalmayacaq. Çalışın tarixə gedin, tarixi aksatmayın türklər demişkən. Çünki o çox vacibdir. Əziyyətini sonradan çəkəcəksiniz. Və artıq imtahana 2-3 ay qalmış. Zəif olduğunuz fənləri yox, daha nisbətən güclü olduğunuz fənləri təkmilləşdirməyə və balınızı artırmağa çalışın. Çünki əksinə eləsəniz bal itirəcəksiniz. Yəni, məsələn, əgər sizin ingilis dilinin səviyyəniz 70 bal falandırsa, amma riyaziyyat səviyyəniz 30 baldırsa, ingilis dil səviyyənizi yüksəltməlisiniz. Biri plan qurmaqla bağlı sual vermişdi. Yəni, sosial mediada hamısının planlı şəkildə dərs elədiyini, günlərini planlı şəkildə böldüyünü görüb. Yəni, sosial mediaya bu qədər inanmağa ehtiyac yoxdur. Həyatlarını saata bölüb planla işləyən insanları nəzərdə tuturam. Çünki belə bir şey mümkünsüzdür. Həyatda heç bir şey planladığımız kimi getmir və hər bir şey də planladığımız kimi eləmək də mümkünsüzdür. Bunların hamısını çatdırmaq da mümkünsüzdür. Və əgər beyninizdə plan qurursunuzsa, tasklar yaddan çıxmırsa heç biri, məncə bunda bir problem yoxdur. Sadəcə mənim yaddaşım biraz zəifdir. Ona görə də mən yazırdım ki, bir də özümü yormayım da fikirləşmək üçün, ayda mən nə eləməliydim, nəyə çatdırmalıydım falan. Yazmaq da olar. Əgər beyninizdə bacarırsınızsa, elə də eləyə bilərsiniz. Məncə bir problem yoxdur. Və fikir dağınıqlığı barədə çox şikayətlər gəlib. Fikriniz niyə dağılır? Yəni, TikToka baxırsınız, Instagramda story görürsünüz, ya bilmirəm, WhatsApp statuslarına baxırsınız, ya bilmirəm, Instagramda postlara baxırsınız. Bilmirəm, fikir nəyə görə yayına bilər ki? Sizin dərs elədiyiniz otaqda sizin fikrinizi yayındıran hər hansı bir şey olmasın. Yəni, bu telefon olmaya da bilər, sadəcə mənim ağlıma başqa bir şey gəlmir. Yəni, başqa fikrinizi yayındıran hər hansı bir əşya varsa, ya da hər hansı bir şəxs varsa, onu otaqdan çıxarın, ya da özünüz başqa bir yerə gedin ki, sakit bir yerə və fikrinizi dağıtmayan bir yerə gedin. Hansı ki, orada fikrinizi dağıdan heç bir şey yoxdur. Yəni, ən birinci siz onu müəyyənləşdirməlisiniz ki, sizin fikrinizi dağıdan nədir? Niyə fikriniz dağılır və haçan fikriniz dağılır? Dərs oxuya bilmirsiniz. Yəqin ki, bu şeydir, fokuslanma problemidir. O da ola bilər və çalışın bunu aradan qaldırın dediyim şəkildə. Fikrinizi nə yayındırırsa, ondan uzaq durub sadəcə dərs çalışın. Bu arada YouTube Shortslarını necə bloklamaq haqqında da video çəkmişəm. Məncə onu da baxıb buradan yararlana bilərsiniz. 11-ci siniflərə hələ ki verəcəyim tövsiyələr bu qədər idi. Ümid edirəm bu video sizə faydalı olub. Ümid edirəm bu videodan sonra nələrsə öyrənə bildiniz. Sizə bol-bol uğurlar arzu edirəm. Ümid edirəm hamınız yüksək bal toplayıb bu kommentlərdə buraxılış balınızı yazarsınız. Və narahat olmayın, hər şey yaxşı olacaq. Bu dönəmə kimi öyrənmisiniz, oxumusunuz, hər şey yaxşı olacaq. Əgər bu videoya baxırsınızsa, o deməkdir ki, siz məsuliyyətlisiniz və çox çalışırsınız. Narahat olmayın, hər şey yaxşı olacaq. Uğurlar, növbəti videolarda görüşərik.